Niyə başı bağlı qızı məktəbə buraxmırsan? Başı bağlı qız neyini? Bomba mı gətirib, pismi oxuyur, başı bağlıdır deyə, tərbiyəsizliyimi eləyib, başı bağlıdır deyə. O tutulan icra məmurları, icra hakimiyyətlərinin başçılarına baxın. Kim idi? İqtidardakı var. Bugün icra başçısı qoyulursa da tutulur. Kim idi? İqtidardakı var. Ramiz Mehdiyev kim idi? İqtidardakı. Bir də başı bağlı. Dövlətə rəayət edən iktidarçı. Bir də məsələ birini göstərən ki, dövlət sağ. Rusiya saxlanan iqtidar. Yaxşı. Amma pis olan məscidə gedən, başı bağlı olan namaz var. Niyə də? Baxın, bizə indi yaratdıqları problemi Türkiyə 23-cü ildən yaratdılar. 90-cı illərdə. 23-cü ildən başlayan Türkiyədə o problem başı bağlılıq, nə bilim, məscidə getmək, məscid bağlamaq. Məscidlərimizin sayı zaten azdır. Azanlarımızı kəsmişsiniz. İndi də başı xeyr olur. Mən niyə uşaq başı bağlamamaq? Mən istəyirəm bağlasın. Sən kimsən ala? Uşağı əgər mən... Uşaq özü də istəyir. Yox, sən gəlib bir uşaqdan soruşursan ki, bana bugün səhərinə yemsən, yumurta yemsən, yeməmsən, bəlkə bir yağın çörəklə çıxmısan.